Salam, bu dəfə baxırıq Güvən Test Bankı ikinci hissədən naqillərin ardıcıl və paralel birləşdirilməsi B variantının suallarına. Birinci suala gələk. Birinci sualda bizə bir ardıcıl birləşmə verib. Ardıcıl birləşmədə biz bilirdik ki, hər iki tərəfdə cərəyan şiddəti onsuz da eynidir. Və voltmetr deyirsə, voltmetr nəyi ölçürdü? Gərginliyi. İndi birinci voltmetrin göstərişini mənə 18 verib. Baxın, bax buradakı birinci voltmetrin göstərişi, bax bu iki tərəfin ikisini də ölçür. Yəni arada qalan ümumi gərginliyimizi ölçür. İndi gəlin gərginliyin düsturunu yazaq. Cərəyan şiddəti vurulsun R-dən. Cərəyan şiddəti onsuz da sabitdir hər ikisində və gərginlik R-lə müqavimətlə düz asılıdır. Hal-hazırda birinci voltmetrin göstərişində ümumi naqilin gərginliyini ölçür, belə deyək. Buradakı müqavimət nəyə bərabərdir? Ardıcıl olduğu üçün toplayırıq, eləyirik 9. Və 9 müqavimətə düşən gərginlik 18-dir. İndi gəlirəm sadəcə volt 2. Bax, burada isə sadəcə müqavimət 6-dır. Bəs yaxşı, onda 6 müqavimətə düşən gərginlik nəyə bərabərdir? Bunu tənasüb qaydası ilə düz asılıdırmı? Çarpaz vururuq, tapırıq. 6 vurulsun 18, bölünsün 9, bu da eləyəcək 12 C variantı. Gəldik ikinci suala. Ampermetrin göstərişi 5 amper, voltmetrin göstərişi 12 olarsa, bu durumda nə edirik? Qeyd edirik verilənləri. Deməli, bizə ampermetrin göstərişini 5 veribsə, voltmetrin göstərişini də 12 veribsə. Gəlin elə bax, buradan yola çıxaraq. Buradan baxın, buranın əgər gərginliyi U-su 12-dirsə, deməli, yuxarının da gərginliyi 12-dir. Hardan bilirik? Çünki, baxın, bu bir paralel birləşmədir və paralel birləşmədə gərginliklər bir-birinə bərabər olurdu. Sonra, indi gəlin bax, bu aşağıdakı birinci hissədə cərəyan şiddətini tapaq. Cərəyan şiddəti bərabər idi. U bölünmüş R-dən 12-ni bölürəm 4-ə, mənə 3 verir. Buradakı cərəyan şiddəti 3-dür. İndi baxın, başlanğıcda mənbədən cərəyan şiddətimiz nə qədər idi? 5 idi. Bu 5 gəlir, burada 2 hissəyə ayrılır. 3-ü aşağı düşür. Yuxarı nə qaldı? 2, 5-dən 3-ün çıxdım, 2-si qaldı. Burada gərginliyi tapmışdıq. Cərəyan şiddətini də tapdıq. Qaldı bir dənə müqavimət. Müqavimət bərabərdir nəyə? U bölünmüş i-dən. U-nun yerində var 12, cərəyan şiddətinin yerində var 2. 12-ni də böldü 2, elədi 6. Üçüncü suala baxaq. Gərginlik sabit qalmaqla açarı qapasaq. A1 və A2 ampermetrinin göstərişi necə dəyişir? Gərginlik sabit qalmaqla açarı qapadıq deyək. Əvvəlcə gəlin qapasaq deyirsə, bizə şərt qoşursa, onda qapamamış vəziyyətinə baxaq. Qapanmamış vəziyyətində baxıram ki, yuxarı naqil onsuz da boşdadır, keçid yoxdur. Sadəcə aşağı naqil var və aşağı naqildəki müqavimət elə R-in özünə bərabərdir. Onda sonra baxın burada gəlin qapayaq bir dəfə də. Qapadıq. Qapayanda artıq yuxarıya da keçid keçdi və bu səfər nə baş verəcək? Müqavimət, burada da bir R müqavimət var. Və bu müqavimətlər paralel olduğuna görə biz nə edirik? Götürürük, sayına bölürük. Yəni, bayaqdan ümumi müqavimətimiz 1 R idisə, indi ümumi müqavimət oldu R bölünsün 2. Neynədir? 2 dəfə azaldı. 2 dəfə azaldısa, indi görək bax, bu cərəyan şiddətləri necə dəyişəcək. Müqavimətimiz R azaldı 2 dəfə, bu dursun burada. Baxın, indi ampermetr 1-in göstərişinə baxaq. 1-in göstərişi dəyişmədi. Niyə dəyişmədi, onu deyim sizə. Çünki onsuz da baxın, bu xətt başqa bir xətdir. Yəni, bunun yuxarıdakı xəttlə əlaqəsi yoxdur. Buradakı müqavimətin artırma, azalma olmadığına görə bunu biz hesaba qatmırıq. Birinci dəyişməyəcək. Gəldim indi ikinciyə. İkinci ümumi başlanğıcda mənbədə oturub. Bu mənbə həm yuxarını ölçür, həm aşağını ölçür. Yəni yuxarıda dəyişim varsa, deməli ikincidə də dəyişim var. İndi baxın, müqavimət 2 dəfə azaldısa, ümumi cərəyan şiddəti nə edəcək? 2 dəfə artacaq. Niyə? Çünki müqavimətlə tərs asılıdır Ohm qanununa görə. Onda bu nə edir? 2 dəfə artdı. Dəyişməz və 2 dəfə artar C variantı. Gərginlik sabit qalmaqla yenə açarı açarsaq, bu səfər öncə açar qapalı idi, açarsaq deyirsə, gəlin qapalı vəziyyətinə baxaq birinci. Qapalıdırsa, baxın, müqavimətlər R bölünsün 2-dir, sayına bölürük. Açsaq nə baş verəcək? Müqavimətin biri sıradan çıxacaq, yerdə qalacaq bircə dənə R. Yəni, müqavimət 2 dəfə artdı, ümumi müqavimət. İndi baxıram, A1 ampermetr ümumi mənbəni ölçdüyü üçün, madəm ki, müqavimət 2 dəfə artıb, deməli, cərəyan şiddəti 2 dəfə azalar da. Onda A1-in göstərişi 2 dəfə azalacaq. Gəlirəm bu birisi. Bu qolda heç bir dəyişiklik olmayacaq, çünki bunun buna dəxli yoxdur. Bu ampermetr sadəcə bu qolu örtür, burada da rezistorda bir dəyişiklik yoxdur.
Ona görə bu dəyişməz. 2 dəfə azalar və dəyişməz. Y variantını götürə bilərik. Gəldik 5-ci suala. Sxemdə verilən dövrə hissəsinin ümumi müqavimətini hesablayın. Ümumi müqaviməti hesablamaq üçün nə edirik? Baxıram ki, bax buradan bir A hərfi yazsam. Hərfləndirmə ilə eləyək, problem yaşanmasın. Bax, bu oldu A hərfi. Sonra gəlirəm bu tərəfə də bir B hərfi ilə işarə eləsək, bu da gəldiyi yerə qədər gəldi. Nə baş verir, baxın, görün. Bax, burada yazıram A, burada da yazıram B. Görürəm ki, bax, bu ikisi ardıcıllıqdır. Görürsünüz, ardıcıl birləşib bir-biri ilə. 2 və 2. Müqavimətlər ardıcıl olanda nə edirdik? Biz onları toplayırdıq. Bu ikiləri də topladıq, elədi 4. Sonra, bu birisi 4 isə bunlara paraleldir. Və bu 4 burada, bu 4 burada. Müqavimət paraleldir. Nə elədik? Sayına böldük. 4-ü də bölürəm sayına 2-yə. Cavab eləyir 2 C variantı. Tamam. Gəldik 6-cı suala. Yəni, səhv olmama ehtimalı olmasın deyə bunu da hərfləndirək. Məsələn, bura bir A hərfi yazsaq, bunu da A hərfini gətirdiyimiz yerlərə qədər gətiririk. Digər tərəfə də bir B hərfi yazırıq. Bunu da gətirdiyimiz yerə qədər gətirəndən sonra ortada bir kəsişmə nöqtəsi axtarırıq. Məsələn, bax, yuxarıda bir dənə X kimi kəsişmə var, görürsünüz, T hərfinə bənzər. Buna da bir rastgələ C hərfi yazaq. Gələ bildiyi yerə qədər gətirdik. Sonra bir də aşağıda bir dənə var. Baxın, görürsünüzmü? Bu kəsişməyə də məsələn bir X yazaq. Bunu da gətirdik, bitdi. İndi nə edirik? Götürürük bir tərəfdən A yazdıq, bir tərəfdən B, bir tərəfdən X, bir tərəfdən C. Baxın, C A-nın yaxınlığındadır deyin. C-ni A-nın yanına yazaq ki, çağırmayaq. X-i də bu yana. Başladıq. Bax, burada 2 dənə paralel birləşmə var A ilə C-nin arasında. Paralel birləşmədə müqavimətləri nə edirdik? Sayına bölürdük. R bölünsün 2. Bu oldu R böl 2. Sonra C ilə X-in arasında 2 dənə də paralel var. Bunu da bölürük. Bu da olur R bölünsün 2. Və B ilə X-in arasında bu da oldu R bölünsün 2. Sonra bunlar bir-biri ilə paraleldir artıq. Və paraleli də birləşdirdik. Yəni paralel deyirəm. Üzr istəyin. Ardıcıldır. Ardıcılı nə edirdik? Toplayırıq. Toplayanda da hamısı yarım-yarımdır. Topladıq, elədi 1,5. Baxın, 0,5, 0,5, 0,5. Topladım, elədi 1,5. C variantı. Burada isə baxın nə baş verir. Hamısı ardıcıldır, görürsünüzmü? Hamısı bir-biri ilə ardıcıldır. Və bizdən nəyi soruşur? Bizdən gərginliyi soruşursa. Hə, indi gəlin bunu açaq. Bunu sanki bir naqil kimi açdıq. Və burada var 1 R. Burada var 2 R. Və burada da var 3 R. Ardıcıldır da onsuz da. Bax belə. İndi gəlirəm gərginliyə. Bu bərabər idi IR-dən, yəni cərəyan şiddəti vurulsun müqavimətdən. Burada ardıcıl birləşmədə axı biz bilirdik ki, cərəyan şiddətləri hər yerdə eyni idi. Və gərginlik onsuz cərəyan şiddəti dəyişmir. Gərginliklə müqavimətlə düz asılı olduğu üçün gərginliyi də elə düz düzürük. Bax, burada U, burada 2U, burada da 3U. Yəni ən böyük hansıdır? Üçüncüyə, sonuncuya düşəndir də. Üçüncü, ikinci, birinci. 3, 2, 1. Harda var? B variantında. Gəldim 8-ci suala. Dövrə hissəsinin ümumi müqavimətini hesablayın. Ümumi müqaviməti hesablayanda baxıram ki, bax bu ikisi bir-biri ilə paraleldir. Paralel olanda biz nə edirdik? Onu sayına bölürdük. 4-ü götürüb bölürəm sayına. 2-yə eləyir 2. Sonra isə bu 2 ilə bu 2 ardıcıldır. İndi isə bunları toplayıram ardıcıl olduğu üçün eləyir 4 Y variantı. Gəldik 9-cu suala. Dövrə hissəsində ampermetrin göstərişi 4 amper olarsa, A və B nöqtələri arasındakı gərginlik ümumilikdə 12 olarsa, R müqavimətini hesablayın. Deməli, gəlin nə edək? Baxıram ki, ümumilikdə 3 dənə R var. Yəni, bu müqavimətlər paraleldir, görürsünüzmü? Bir-biri ilə paraleldir. Və nə edirik? Bunları paralel olanda müqaviməti nə edirdik? Sayına bölürdük. Götürürəm, yazıram R bölünsün 3. Bu bizim mənbənin ümumi müqavimətidir. Mənbə deyəndə, yəni sistemimizin. Sonra, burada var gərginlik, burada var cərəyan şiddəti. Cərəyan şiddəti ümumi mənbədə də hamısını ölçür, gərginlik də hamısını ölçür. Onda müqavimət nəyə bərabər idi? R bərabər idi, U bölünmüş I, cərəyan şiddəti. Buradan U-nun gərginliyin yerinə 12, cərəyan şiddətinin yerinə 4 yazıram. Nə eləyir? 3.
Bax, bu R bölünsün 3 bərabər olmalıdır nəyə? 3-ə. Onda bir dənə R nəyə bərabərdir? Bu 3-ü bu yana vurma kimi atanda 9-a bərabərdir. Bu da var Y variantında. Baxaq 10-cu suala. 10-cu sualda, baxın, burada bir voltmetr var və ümumi gərginliyi ölçür. Görürsünüzmü? Ümumi hamısını ölçür. Və cəryan şiddətini də bizə 1 veribdir. Baxın, gərginliyimiz 32-dir, cəryan şiddətimiz 1-dirsə, ümumi gəlin müqaviməti tapaq. Müqavimət bərabərdir U bölünmüş Y-dən. Onun yerində var 32, cəryan şiddətinin yerində varsa 1, elə müqavimətimiz oldu 32. Və biz bilirdik ki, müqavimət ardıcıl olanda nə edirik? Toplayırıq. İndi bax, biz bu ikisini toplayanda bizə 32 verməlidir. Onda yazıram 1-nin yerində 8, üstə gəlsin. 1-nin yerində R2 bərabərdir 32-yə. Onda R2-ni bizə nə verər? Gəlin görək. Deməli 32-dən 8-i çıxdıq. Bu da elədi 24 bu variantı. 11-ci sual. Sxemdə verilmiş müqavimətlərin qiymətlərini eyni olarsa, ampermetrlərin göstərişləri arasındakı hansı münasibət doğru olar? Baxaq. Deməli, müqavimətlər eyni olarsa, bax, bu ampermetr ümumi ardıcıl olan bu ümumi hissəni ölçür. Buradakı müqavimət nəyə bərabərdir? Ardıcıl olduğu üçün topladıq, oldu 2 yerə. Yəni, bax, bu qoldakı müqavimət 2 yerdir. Gəlirəm ortadakı qola. Ortadakı qolda müqavimət 1 yerdir, aşağıdakı qolda da müqavimət yenə 2 yerdir. Baxın indi, cərəyan şiddəti müqavimətlə tərs asılıdır və hər qolun ayrıca cərəyan şiddətini ölçən cihazı var. Onda harda müqavimət azdırsa, orada cərəyan şiddətinin göstərişi böyük olacaq. Yəni, A2 ən böyükdür. Sonra, bunlar isə eyni olduğu üçün 1 ilə 3 də bir-birinə bərabərdir. 2 böyükdür 1 və 3-dən. 2 böyükdür 1 və D variantı. Baxaq 12-ci suala. Deməli, R1 6-dır, R2 9-dur, R3 18-dir. Birləşdirilmişdir. Ampermetrin göstəriciləri arasındakı hansı münasibət doğru olar? Baxaq, yenə də ampermetrlər ayrı-ayrı kanallar, yəni xətləri ölçür. Bax, yuxarıda 3 dənə ardıcıl birləşən müqavimət var və hamısı da 6-ya bərabərdir, hamısı R1-dir. Müqavimətlər ardıcıl olanda nə edirdik? Toplayırdıq. 6 vur 3-dən 18 bu elədir. Gəlirəm ikinci kanala. İkincidə 2 dənə müqavimət var və hər ikisi də 9-dur. 9, 9. Topladıq, elədi 18. Və üçüncü, sonuncu da R3-dür. Hansı ki, R3-ü də bizə elə 18 veribdir. İndi bayaqçı metodla. Deməli, cərəyan şiddəti hər kanala ayrı-ayrı ölçür də, düzdürmü? Və müqavimətlə tərs asılıdır. Əgər müqavimətlə tərs asılıdırsa, onda elə baxıram ki, müqavimətlər heç nə eynidirsə, onsuz da gərginlik də eynidir, bunun üçündə də paraleldir axı. Demək ki, elə cərəyan şiddətləri də eynidir də. Onda C variantını götürə bilərik. Sonra 13-cü sual. A1 ampermetrinin göstərişi 4 amper olarsa, A2 ampermetrinin göstərişini hesablayın. Gəlin hesablayaq. A1-in, indi baxın, burada 2 dənə müqavimət arda-ardadır. Onda nə edirik? Bunu toplayırıq. Olur 2R. Aşağıda isə paraleldir. Bunu isə sayına bölürük. 2-yə bölürük. Olur R bölünsün 2. Yenə də, burada onsuz da gərginlik eynidir. Cərəyan şiddəti müqavimətlə tərs asılı olduğu üçün baxıram ki, yuxarıda 2R-dir, aşağıda R bölünsün 2-dir. Yəni, aşağıdakı müqavimət 4 dəfə kiçikdirsə, cərəyan şiddəti 4 dəfə böyük olacaq. A2-nin göstərişi A1-in göstərişindən 4 dəfə böyük olmalıdır. İndi A1-i əgər mənə 4 veribsə, bu da 4 dəfə böyüksə 4 vurulsun 4-dən eləyəcək 16. C variantı. On dördüncü sualda. Eyni materialdan hazırlanan, eyni uzunluqlu 2 naqil paralel birləşdirilir. İkinci naqilin, gəlin bunu. Artıq burada işin içində uzunluq varsa, diametr varsa, müqavimət nəyə bərabər idi? Müqavimət bərabər idi Rho, L, S. Bu dursun burada. Sonra nə deyir bizə? Eyni materialdan, eyni uzunluqdan hazırlanmış 2 naqil paralel birləşib. 2 dənə naqil paralel birləşib. Biri R1 olsun, biri də R2 olsun. Gəlin əvvəlcə nə edək? Nə deyir? İkinci naqilin diametri. Bax, bu S-i də silək, yerinə yazaq pi D-nin kvadratı böl 4. Yəni, bu pi 4 onsuz da sabit qalır.
Beləliklə, R müqavimət D ilə tərs asılıdır, kvadratik tərs asılıdır diametrlə. Bu dursun burada. İndi baxın, bizə deyir ki, eyni materialdan hazırlanmış. Deməli, xüsusi müqavimət eynidir. Eyni uzunluqlu el də eynidir. Pi də 4 də eyni olduğu üçün bizə dənə bu asılıq qaldı. Baxın indi, ikinci naqilin diametri birinci naqilin diametrindən 2 dəfə azdır. Yəni, birin diametri 2 dəfə böyükdürsə, onda axı müqavimət diametrlə kvadratik tərs aslı idi. Onda ikincinin də müqaviməti böyük olacaq. Neçə dəfə? 4 dəfə, 2-nin kvadratı. Yəni, buradakı müqavimət 4 R-dirsə, yuxarıdakı müqavimət 1 R olmuş olacaq. İndi isə bizdən bu dəfə cərəyan şiddətini artıq soruşur. Cərəyan şiddəti də müqavimətlə tərs asılıdır axı. Məsələn, burada I bərabər idi. U bölünmüş R deyil. Onsuz da gərginlik eynidir, çünki paralel birləşmə var. Və bizə dənə cərəyan şiddəti müqavimətlə tərs asılı oldu. Onda cərəyan şiddətini tərsinə paylayırıq. Yuxarı düşür 4 dənə I, aşağı düşür 1 dənə I. Yəni, birinci cərəyan şiddəti ikinci cərəyan şiddətindən 4 dəfə böyük olduğu üçün 2-ni vururuq 4-ə, Y variantını yazırıq. Gəldik 15-ci suala. Sxemdə volt1 voltmetrinin göstərişi 10-dursa. Bax, bura bizə 10 verir. Sonra volt2 voltmetrinin göstərişi nə qədər olur? İndi, baxın, bax, voltmetrin biz demişdik ki, gərginlik müqavimətlə düz asılıdır. Onda, bax, buradakı müqavimət R-dir. Və bu voltmetrdə sadəcə həmin o 1 R ölçür. İndi gətirəm volt2-yə. Volt2 isə paralel olaraq bunun ikisinə də qoşulub. Və onsuz da ikisi də eyni ölçəcək də, düzdürmü? Buranın da gərginliyi U-dur, buranın da gərginliyi U-dur. Onda neyniyək? Baxın, burada müqavimət neynədir? Paralel müqavimətdir də. Paralel olduğuna görə müqavimət neynirik? Bölürük sayına. R-i böldük 2-yə. Baxın indi, əgər, bax, burada tənasüb qaydasından istifadə edəcəyik. Gözləyin, sahə açaq. Bax, əgər 1 R-ə düşən gərginlik 10-a bərabərdirsə, onda R bölünsün 2-yə düşən gərginlik nəyə bərabərdir? Baxaram ki, R 2 dəfə azaldısa, gərginlik də 2 dəfə azalar, olar 5. Çünki müqavimətlə düz asılıdır. Gəlirəm 16-cı suala. Mənbəyin sıxaclarındakı gərginlik 40 voltdur. A və B nöqtələri arasındakı potensiallar fərqini, yəni gərginlik, U-nu hesabla deyir. Hə, A ilə B-nin arasındakını soruşursa bizdən. Başlayaq. Buna görə asan yolla necə tapa bilərik? Baxın, əslində belə bir şey var. Bax, bu mənbənin sıxaclarında, bax, buradakı gərginliyi mənə 40 veribsə və buradan tən yarını məndən A ilə B-nin arasında ya bu tərəfi tapa bilərik, ya bu tərəfi, fərqi yoxdur da, bizə A ilə B-nin arası lazımdır. Onda ümumi gərginliyimiz əgər 40 voltdursa, bu da tən yarıdadır. Bunda necə bilirik tən yarı? Baxın, bu R-in də bu tərəfə 3 düşüb, bu tərəfə 1, yuxarıda da bu yana 3 düşüb, bu yana 1. Yəni, yarı bölünüb də, belə deyim sizə. Ona görə gərginliyi rahat şəkildə yarı bölə bilərik burada. Başlanğıcda 40-dırsa, bir tərəf mənə düşəcək 40-ın yarısı, 20. Bunu belə hesablaya bilərik. 17-ci suala. Ampermetrin göstərişi 6-dırsa, bax, bu 6 ümumi göstərişimizdir. Və bu 6 gəlir, bura çatanda 2 hissə, 2 qola ayrılır. Bir hissəsi bura, bir hissəsi bura. İndi necə ayrılır ona baxaq. Deməli, ampermetrin heç ayrılmağına ehtiyac yoxdur da, yəni. Bizdən sadəcə voltmetri soruşursa, heç o necə ayrıldığı bizə maraqlı deyil. Ümumi cərəyan şiddətini bizə nə verib? 6 verib. Ümumi müqavimət də paraleldir. Paralel olanda neyniyirdik? Bir dəfə bunu vururduq sürətdə bir-birinə, bir dəfə də məxrəcdə toplayırdıq. Bu da elədimi? 6 bölünsün 3, bu da elədi 2 böl 1, 2. Ümumi müqavimətimiz R də bərabər oldu 2-yə. Və salam da, bu voltmetrdə hamısını birgə ölçür, axı, görürsünüzmü? Mənbədədir də, lap başdadır. Voltmetri tapmaq üçün U bərabər idi IR-dən. 6 vurulsun 2-dən, bu da bizə verəcək 12. 18-ci suala baxaq. Hansı ifadələr doğrudur? Verilmiş elektrik dövrəsində K açarını açanda, baxın, açsaq deyirsə, şərt qoşur bizə açanda, onda gəlin əvvəlcə bağlı vəziyyətinə baxaq. Bağlı vəziyyətində bu müqavimətlər paraleldir. Paralel olanda neyinirik? Sayına bölürük.
Ancaq açanda, onda bunun biri sıradan çıxacaq, eləcə R qalacaq. Baxın. Yəni müqavimət neynədir? 2 dəfə artdı. İndi müqavimət 2 dəfə artanda ampermetrin göstərişi neyniyər? 2 dəfə azalar. Çünki cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Onda ampermetrin göstərişi 2 dəfə azalar. Ümumiyyətlə azalar, 2 dəfəsi yoxdur. Ampermetr azalar. Bu belə. Sonra nə var burada? Voltmetr var. Voltmetrin göstərişi neyniyər? Biz demişdik voltmetr gərginliklə müqavimətlə düz asılıdır gərginlik. Onda müqavimət əgər artıbsa, deməli gərginlik də artacaq. Voltmetrin göstərişi də artar. 1 və 4. Hə, deyərsiniz ki, bizə dəqiqə buna mən məsələn burada bu voltmetr var ha, bu mənbəni ölçür də, başlanğıcı ölçür deyə. Buradakı dəyişim birbaşa buna sirayət eləyəcək. Birdən elə bilərsiniz ki, o başqa xəttdir, onu başqa götürərsiniz. 19-a baxaq. 19. Uyğunluğu müəyyən eləyək. Sabit gərginlik mənbəyinə qoşulmuş dövrədə riosatın sürgüsünü sağa sürüşdürsək. Baxın, riosatın sürgüsünü sürüşdürdük, gəldik bura. Bax, indi burada bu mənbə var ha, bax bu birləşmiş hissə var ha, birləşən, bax bu kötü hissə. Görürəm ki, bura neynədir? Bayaqdan bu qədər idi, indi bu qədər oldu. Azaldı da, gördünüzmü? Azaldı. Azaldısa, deməli müqavimət də azaldı. Çünki müqavimət uzunluqla düz asılıdır. Müqavimət azaldısa, cərəyan şiddəti neyniyər? Artar. İndi baxıram ki, bax buradakı cərəyan şiddəti deməli buradakı cərəyan şiddəti artdı. A1 artar. A1 artar. Sonra bu mənbədəki ümumi A da artar. O artırsa bu da artır da bu mənbədir. 1 artırsa o da artır. Bu qolda heç dəyişiklik yoxdur. Çünki bu özü üçün sakitçi kənardadır. Onda A2 dəyişməz. A2 dəyişməz. İndi gəlirik voltmetrə. Voltmetrdə neynirdi? Müqavimətlə düz aslı götürürdük də, yadınızdadırsa. Müqavimət azaldısa, deməli voltmetrdə neyniyər? Azalar. İndi bunu bura düzmək var. Birinci nə artar? Voltmetr A1 artar, A artar. A ilə A1, BC. B ilə C-ni bura yazırıq. Sonra nə azalar? Azalan hansı idi? Voltmetrin göstərişi. A variantı. A-nı bura yazırıq. Bəs nə dəyişməz? Dəyişməzin yerində nə var idi? A2. A2, D variantında bura yazırıq. Sonra nə qaldı əlimizdə? Y variantı qaldı. Hə, dövrə hissəsinin ümumi müqaviməti dedik ki, azalar da. Bunu da azalara yazırıq Y variantını. Və salam.